Bir qədər əvvəl də bununla bağlı süjet getdi. Azərbaycanda uzun illərdir bu problem var. Sənədsiz evlərin ümumiyyətlə inventarlaşdırılması, bəli, bu prosesin aparılması həm də bununla bağlı layihə gündəmdə idi. Bu məsələ nə yerdədir? İstəyərdik bu barədə biraz danışasınız. Bildiyiniz kimi, Milli Məclisdə artıq Milli Məclis Komitə iclasında İqtisadi Siyasət, Sənaye və Sahibkarlıq Komitəsində daşınmaz əmlakın dövlət reyestri haqqında qanuna dəyişiklik edilməsi ilə bağlı qanun layihəsi müzakirə olundu və gözlənir ki, artıq plenar iclasda müzakirə olunacaq və Milli Məclis tərəfindən təsdiq olunacaq. Bu, əslində yenilikdir, çünki bir neçə gün öncə artıq qanun Milli Məclisə təqdim olunub və müzakirələr artıq indi başlayır. Və qanunun mahiyyəti ondan ibarətdir ki, bəzi hallarda vətəndaş müraciət edirdi. Məsələn, daşınmaz əmlak olaraq torpağın qeydiyyata alınması ilə bağlı. Bildiyiniz kimi, torpağın qeydiyyata alınması, yəni o çıxarışın verilməsi çox önəmlidir. Qupçanın verilməsi önəmlidir. Çünki ilk olaraq torpağı çıxarış alınmalıdır ki, həm də onun üzərində olan daşınmaz əmlaka da çıxarış almaq mümkün olsun. Bəzi hallarda məlumatlarda uyğunsuzluq olurdu. Məsələn, vətəndaş təqdim edirdi ki, onun aldığı torpaq sahəsi inşaat üçün icazə veriləndi. Yəni, kənd sərvəsi üçün yararlı torpaq deyil. İnşaat üçün yararlıdır, belə deyil. Yəni, tikintinin aparılmasına icazə verilir. Amma dövlət qurumunda həmin torpağın statusu ilə bağlı, təyinatı ilə bağlı fərqli bir məlumat olurdu. Bu halda dövlət qurumu tərəfindən imtina verilirdi. Amma artıq yeni dəyişiklərə əsasən, əgər məlumatlarda uyğunsuzluq varsa, o halda dövlət qurumu 15 iş gün ərzində digər mənbələrə, o cümlədən təbii ki, elektron, arxiv və elektron bazada müraciət edəcək və əgər uyğunsuzluq tapılırsa, məsələn, vətəndaşımızın, çünki sizin süjetdə də qeyd olundu, bu tip hallarda vətəndaş məhkəməyə müraciət etmək məcburiyyətində qalırdı. Təbii ki, məhkəməyə müraciət etmək zamandır, vəsait tələb edir, müəyyən proseduraları keçirsən. Amma bu halda artıq dövlət qurumunun özü uyğunsuzluğu müəyyənləşdirəcək. Yəni, digər mənbələrdən aldığı, təbii ki, dövlət mənbələrinin aldığı məlumat əsasında müəyyənləşdirəcək ki, uyğunsuzluq var. Əgər vətəndaşın müraciət etdiyi kimi, müraciətin qeyd olunduğu kimi torpaq sahəsində inşaatın aparılmasına icazə verirsə, o halda həmin torpağa çıxarışın verilməsi təmin olunacaq. Yəni, bu əslində prosedurların xeyli dərəcə sadələşdirilməsi anlamına gəlir. Amma sözsüz, biz kompleks baxsaq, bildiyiniz kimi, Azərbaycanda təxminən yarım milyon sənədsiz ev var və bu təxminən 500 min ətrafında fərqli rəqəmlər var. 450 min, 550 min, 500 min, təxminən yarım milyon ətrafında sənədsiz evlər var. O evlərin 400 mindən çoxu Bakı və Bakı ətrafındadır. Biz məsələn, bununla bildiyiniz kimi, Cənab Prezident tərəfindən də bununla bağlı göstəriş var və artıq bir neçə ildir ki, bununla bağlı sənədin hazırlanması ilə bağlı işlər gedir. Burada təbii ki, bizim də uyğun qurumda, əmlak məsələləri Dövlət Komitəsində də görüşümüz olub, buna bağlı müzakirələrimiz təşkil olunub, aparılıb. Ümumiyyətlə, burada bir sıra məqamlar var ki, əslində bunlar çox önəmlidir. Onlardan biri təxminən 70 min mənzil və fərdi mənzil, yaşayış evi, onlar təhlükəli hesab edilən ərazilərdədir. Yəni, söhbət nədən gedir? Söhbət həmin, bəli, onların bir neft buruqlarına yaxındır, bir qismi yüksək gərginli elektrik xətlərinin altında edirən, bəziləri, nəqliyyat. Yəni, onlar ümumiyyətlə verir. O, artıq bəziləri, çünki bəzilərinin artıq biz müşahidə edirik, Bakının, yəni ki, bizim vətəndaşlarımız da tamaşaçılar müşahidə, Bakının bir sıra hissələrində yüksək gərginlikli elektrik xətləri yeraltı elektrik xətlərinə çevrilir. Əslində, bəzi o təhlükəli deyək, hesab olunan ərazilərdə olan fərdi evlər artıq təhlükəli deyil. Yəni, bəziləri və ya nəqliyyat sistemləri dəyişir, onlar təhlükəli. Amma təbii ki, bu evlərə yanaşma fərqlidir, çünki bu evlərə burada risk və təhlükəsizlik məsələləri var. Amma bütövlükdə bu istiqamətli işlərin sürətlənməsi müşahidə olunur, gedir və Nazirlər Kabineti hesabatı zamanında mütəmadi bu məsələ müzakirə olunur. Bu məsələ hökumətin diqqətini, çünki sənədsiz evlərin qeydiyyata alınması onun inventar dəyəri müəyyənləşdirməsinə imkan yaradır. Çıxarışla təmin olması həm də həmin evlərdən bir tərəfdən büdcəyə daxil olmaları təsir göstərəcək. Vergilərin yığılması və büdcə gəlini artır. Digər tərəfdən ən vacib məqamlardan da biri təbii ki, həmin o fərdi ev sahiblərinin mülkiyyət hüququnun tanınmasıdır. Biz əslində bu istiqamətdə təbii ki,
rəsmi sənədin hazırlanması həyata keçirir və fərqli təcrübələr, məsələn, Rusiyada amnistiya elan olundu, müəyyən ödənişlər əsasında təhlükəli ərazilərdə deyilsə, həmin evlərin amnistiya elan olunaraq qeydiyyat alınması və kupça ilə təmin edilməsi həyata keçirdi. Və əminəm ki, düşünürük ki, həm müzakirə, həm təbii ki, Nazirlər Kabineti hesabatı zamanı təqdim olunan məlumatlar da təsdiq edir ki, bu istiqamətli işlər intensivləşir və biz daha yaxın zamanlarda sənədsiz və uzun müddət müzakirə etdiyimiz sənədsiz evlərin qeydiyyata alınması